Bugün media təkcə informasiya ötürmür, həm də cəmiyyətin dil zövqünü və danışıq mədəniyyətini formalaşdırır. Təəssüf ki, operativlik yarışında bəzən ədəbi dilin normaları istər fonetik, istər qrammatik, bəzən də leksik qaydalar arxa plana keçə bilir. Eşitdiyimiz lüzumsuz əcnəbi sözlər, ləhcə elementləri və sintaktik pozuntular dilimizin saflığına qeyd edeyim ki, birbaşa zərbə vurur. Televiziya, radio və yaxud da ki, rəqəmsal media fərq etməz, mikrofon qarşısına keçən hər bir jurnalist eyni zamanda bir dil keşikçisi olmalıdır. Çünki dil normalarına riayət eləmək sadəcə peşə qaydası deyil, xalqın mənəvi sərvətinə və auditoriyaya olan fundamental hörmətdir. Elə qeyd edim ki, biz elə bir media mühiti yaratmalıyıq ki, məhz dilimiz aparıcı və redaktorların təqdimatında özünün ən kamil, ən təmiz formasında səslənsin. Unutmayaq ki, məhz medianın dili nə qədər sağlam olarsa, cəmiyyətin də təfəkkürü və nitqi bir o qədər zəngin olar.